Bağışlayan və mehriban Allahın adıyla hər vaxtınız xeyir əzizlər. Haqqador verilişi Könül TV efirində yenidən görüşünüzə gəlib. Maraqlı mövzularla və maraqlı qonaqlarla görüşünüzə gəlirik. Bugün aktual bir mövzudan, sosial şəbəkələrdən danışacağıq. Mövzuyla bağlı verilişimizə ilahiyyatçı Hacı Elbruz Kərimovu dəvət etmiş. Hacı, xoş gəlmisiniz. Təşəkkür edirəm dəvət etdiyiniz üçün. Xoşdur, biz təşəkkür edirik. Təşəkkür edin, gəldin. Qeyd etdim, sosial şəbəkə. Mən deyirəm, ən ağırlı yerimiz. Deməli, müzakirələr çoxdur bu barədə. Biz də dedik, biz də müzakirə aparaq. Dini baxımdan belə deyək. Hacı, elə ilk sual belə olacaq ki, Quran deyir, bir-birimizin qeybətini çəkməyin. Və sosial şəbəkə başqasının səhvini göstərən deyilən bu necə? Qeybət sayılırmı? Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Bir daha təşəkkür edirəm dəvət etdiyiniz üçün. Bəli, həqiqətən də aktual mövzudur. Hər birimizin ən yaralı yeridir bu. Təəssüf ki, bu məsələ həm də elə mənim mənim özümə də aiddir. Yəni hamımıza aiddir. Bu sosial şəbəkədən çox istifadə etmək insanların həyatını alan bir şey sayılır. Əlbəttə ki, həddində istifadə etməsə. Ümumiyyətlə, bəli, Quran buyurur ki, bir-birinizin qeybətini etməyin. Bu fərq etmir, qeybət etmək istər. Sözlə olsun, istər məsələn yazmaqla olsun, video çəkməklə olsun, fərq etmir. Hər kəsin səhvini demək bu qeybət sayılır. Amma hansı səhvdən söhbət edir? Bu səhv eyibdən, eyib. İnsanın ən böyük eybi, məsələn, günahını onu açırsan, sosial şəbəkədə cəmaata çatdırırsan və yaxud yazırsan, məsələn, kimisə günahını görmürsən, gizlin bir günah edir. Qeybət dedikdən kimisə gizlin bir günahını açıq-aşkara çıxarmaq nəzərdə tutulur. Amma səhv dedikdə insanların bəzən, bəli, səhvini deyə bilərsən və yaxud da insanların bəzən səhvini başqasına deyib köməklik ala bilərsən ki, məsələn, filan kəsin səhvini düzəltməkdə mənə kömək et. Bu kimi şeylər icazə verilir. Lakin məsələ burasındadır ki, o səhvin deyilmə qaydası var. Sosial şəbəkədə təəssüflər olsun ki, bu günləri insanların bir-birinə, xüsusilə dindarları məsələn bir-birinə görsən ki, dava-dalaş olurlar, dava edirlər bir-birindən. O ona sərt yazır, bu ona sərt yazır, bir-birinin səhvini ortaya çıxarırlar və bu elə qeybətdən də pis olur. Niyə? Çünki bu səhvləri demək kin-küdurətə səbəb olur. Ümumiyyətlə, bəli, hər bir insanın səhvi varsa, səhvini demək lazımdır, yaxşıdır və qarşı tərəfdə o öz səhvini qəbul etməlidir. İmam Sadiq əleyhissalam buyurur ki, qardaşımın mənə ən gözəl hədiyyəsi o olar ki, mənim səhvimi mənim özümə desin. Özümə səhvimi desin və mən də qəbul edeyim. Bu səhvi deməyin yolu var. Dediyim kimi, bu səhvi deməyin yolu bu niyyətdən olmamalıdır ki, səndə kin-küdurət olsun, qarşı tərəfə kin-küdurətin olsun. Məsələn, bugün biz sosial şəbəkələrə baxırıq, güya qardaşyana kimisə səhvini deyirik. Amma halbuki o sözümüzün arxasında əslində bir kin-küdurət yatır. Əslində qeybət edə bilmirik. İstəyir ki, bu səhvi deməklə o qeybəti edək, bu səhvi deməklə onun izzətini, hörmətini aradan aparaq. Səhvi demək həm də bu mənada olmamalıdır. Belə olmamalıdır ki, məsələn, mən kimsə səhvini bütün insanların, əksər insanların yanında açıb ortaya qoyuram, məsələn, kimsə səhvini. Təəssüf ki, məsələn, bizdə bəzən görürsən sosial şəbəkələrdə paylaşımlar olur. Və o paylaşımlar güya ümumi bir paylaşımdır. Amma halbuki ona baxırsan ki, bu paylaşım kiməsə toxunur. Yəni, kiməsə söz atır. Bu aydın məsələdir. Kimsə səhvini açıq-aşkar deyə bilmir, amma adını çəkmədən o paylaşım edir və bəlli məsələdir ki, söhbət kimlə gedir. Bu kimi şeyləri çox görmüşük biz. Bir-birlərinə söz atırlar, güya səhvlərini deyirlər. Əslində, yaxşı olar ki, insan kimisə səhvini deyirsə, sosial şəbəkədən istifadə edərək səhvini deməsin. Yəni, birincisi, həmin şəxsin özünə demək lazımdır. Həmin şəxsin özünə deyə bilərsənsə, özünə denə səhvini. Niyə onu sən sosial şəbəkədə cəmiyyətin içərisində ona səhvini deyirsən? Bəli, o səhvi deyə bilərsən, o səhv olar ki, ümumi ictimai bir səhv olsun. Məsələn, qeyd olunur ki, əgər əqidəvi bir səhv olsa, tutaq ki, hansısa bir qardaşımızın əqidəvi bir səhvi var. Fəlsəfi bir düşüncəsi var, səhvdir məsələn. İrfani bir düşüncəsi var, səhvdir və ya fiqhi bir düşüncəsi var, səhvdir.
və o cəmaata yayılıb, sən də çıxırsan, məsələn, yazırsan onun o səhvini. Yəni, bu əqidəvi bir səhv sayılır və bu xətanı demək problem deyil. Yəni, insanlara təqdim edirsən ki, insanların əqidəsini düzəltmək üçün, düzgün əqidəyə tərəf çağırmaq üçün, yəni bu səhvi deməyin problem yoxdur. Şəxsin özünün səhvini lazım deyil biz ictimaiyyətdə açaq deyək. Birincisi gedib onu özünü demək lazımdır. Özünü dedikdən sonra məsələn və yaxud da məsələn belə deyim, o icazə verirsə, məsələn faydası olsa onun səhvini cəmiyyət üçün açarsan. Amma belə olmadığı təqdirdə onun səhvini elə özünü desən kifayət eləyər. Bəli, sosial şəbəkə bu günlərim təəssüf olsun ki, elə bir formada istifadə olunur ki, insanlar güya bir-birinin səhvini düzəltmək adı ilə bir-birinə söz atırlar, bir-birini acılayırlar. Mən ad çəkmirəm ki, mən ümumi yazıram, elə deyil də, yəni hamı bilir ki, kimdən söhbət gedir. Ümumi yazıram deyirsən, amma burada kiməsə söz atdığım bəllidir, məlum olur. Mən sosial şəbəkədə mən onun səhvini düzəldirəm, səhvini düzəltmək gedib onu özünə deyərsən də, özünə de sonra. Yox, bu əqidəvi bir məsələ, ciddi bir məsələdir. Bəzən də ciddi məsələ olmur. Çox elementar bir məsələ olur, səhv elementar bir səhv olur. Amma başlayır onun bir ciddi məsələ kimi, az qala deyək ki, çıx sosial şəbəkədə video çək, video paylaş, deyək ki, səhv eləmişəm, xəta eləmişəm, tövbə eləyirəm. Yəni, öz səhvini, xətanı bütün hamıya açıq-aşkar deyir və tövbə elə. Heç Allah belə eləmir. Hədisdə qeyd olunur da, Peyğəmbərimiz deyir ki, İlahi, mənim ümmətimin günahlarını bağışlayanda elə ki, başqaları bilməsin. Bir mən bilim, İlahi, bir də sən bir. Allah deyir ki, sən rəhmət Peyğəmbərsən, mən ərhamər rahiminəm. Yəni, mən rəhimlərin ən rəhimlisiyəm. Sən də bilməyəcəksən, Peyğəmbər, sən də bilməyəcəksən. Bəndəmlə özüm həll eləyəcəm, onun o eybin gizlədəcəm. Yəni, Allah gəlir insan xətasını açıq-aşkar olmadan, onun xətasını gizlədir, səhvini gizlədir. Yox, mən gəlib deyirəm ki, sən burada danışanda məsələn, tövbə elə, ictimaiyyətdə tövbə elə, az bu həddə gətirib çatdırırıq. Bu səhvdir. Bu cür sosial şəbəkədən istifadə etmək əlbəttə ki, qeybətə gedib çıxa bilər. Açıq-aşkar qeybət olmasa da bu gedib, amma səhvini deməklə elə qeybətə olar. Bəzən biz deyirik, səhvi deyirik, amma məqsədimiz nədir? Onun bir eybi var, onu açmaq üçün. Sanki Allah yanında bir bəhanə gətirir ki, mən qeybət eləmirəm, amma səhvini deyirəm. Xeyr. O səhv gedir, açıq-aşkar çıxır. Açıq-aşkar olmasa da sonra yavaş-yavaş artıq gedirsən onun eybin, günahlarını açıb qoyursan ortaya. Ona görə də səhvi deyəndə diqqətli olmaq lazımdır. Və sosial şəbəkələr insanların səhvlərini açıq-aşkara çıxarmaq bir platforması deyil. Yəni, bu cür deyil. Bəli, o platformada ki, insanların əqidələrini düzəldirsin. Əqidəvi bir məsələ olsa, o başqa məsələ. Peyğəmbər buyurub ki, İki şey var ki, insanların çoxu ona allanır. Bəli. Sağlamlıqdır və boş vaxt. Bəli. İndi sosial şəbəkədəki vaxt, boş vaxt adlanırmı? Təbii ki, hər bir şeyin bir həddi var. İstər sosial şəbəkə olsun və Peyğəmbərimiz də orada elə onu deyir. Boş vaxt yəni nə? İnsan gəlir, vaxtını israf eləyir. Bugün biz deyə bilmərik ki, sosial şəbəkələri, Facebook olsun, Instagram olsun və yaxud da TikTok olsun, biz deyə bilmərik ki, o faydasızdır. Xeyr. Faydalıdır, faydası var. Yəni, bəzən xəbər alırsan orada, bəzi maarifləndirici bir videonu izləyirsən. Yəni, bu insana həqiqətən təsir edir. Az olsa da? Az, amma az həddə. Az necə? Az da demək ona. Həddində olmalıdır. Hər bir şey həddində istifadə etmək, boş vaxtı israf et, boş vaxtın keçirməsi demək deyil. Yəni, bu boş vaxt deyil. Həddində istifadə edəndə sosial şəbəkələrdən bəli istifadə et. Və bu cür də olmamalıdır. Mən yox, sosial şəbəkədən istifadə etmirəm, mənim üçün boş vaxtdır, mən ancaq özümlə məşğulam, bu cür də olmamalıdır. Bəzən gah ifrat olur, gah təfrit. Yəni, orta yolu tuta bilmirik. Bəzən görürsən, bir dindar sosial şəbəkəni silir, atır kənara ki, mənim sosial şəbəkədən işim yoxdur. O cür deyil, faydası ola bilər. Elə məlumatlar var ki, onu izləyə bilərsən. Elə şeylər var ki, məsələn, sən bəlkə də 5 ilə gedib o həqiqətə sata bilərsən, kitabından oxuyub gedib o həqiqətə sata bilərsən. Amma ola bilər ki, bir nisaya və yaxud da bir günə sosial şəbəkədə bir maarifləndirici, bir video izlədin, bir professorun, bir ilahiyyatçının bir videosunu izlədin, həmin o həqiqəti sənin üçün bir dəqiqə gətirib çatdıra bilər. Yəni, faydası var. O cümlədən xəbərləri izləyirik, o cümlədən dünyada gedən məsələn prosesləri izləmək olur sosial şəbəkələrdən, bəzi faydalı səhifələr var. Yəni, həddində istifadə etmək, heç də boş vaxt keçirmək deyil. Peyğəmbərimizin o sözü bəli, boş vaxt o zaman olar ki, artıq mən
israf eləyirəm, həddimi aşıram. Yəni nə? Bu sosial şəbəkə, orada baxdığım video məni dostlarımdan ayırır. Məsələn, təəssüf, çox təəssüf. İndi bunu çətin də olsa demək lazımdır. Məni ailəmdən ayırır. Məni işimdən ayırır. Gecə məni qoymur yatmağa. Bütün günü gecə sosial şəbəkədəyim. O bir dənə belə video çəkmişləri. Baxırdım, deyir, məsələn, bir nəfər də söz verir ki, mən bugün artıq saat 12-də yatacağam. Bunu deyir, söz verir, amma sonra deyir ki, həqiqətdə olan isə budur ki, 12-də yox, 3-də yatdı bu şəxs. Yəni, 3-ə qədər TikTokda video izləyir. Bu artıq israfdır, gecə yatmaq yox. Gecə yatmırsan, səhər durursan, insanın beyni qarışır, insan artıq aqressivləşməyə başlayır. Bu artıq həddən çıxmaqdır. Bəli, insanı, siz necədir, insanı dünyadan ayırır. Dünyadan ayırır, insanı cəmiyyətdən ayırır. Elə bir təhlükədir ki, həddindən artıq istifadə etmək sosial şəbəkədə insanı cəmiyyətdən ayıra bilir, cəmiyyətdən uzaqlaşdıra bilir. Əsas məqsəd də budur, hacı. Bəli, ola bilər. Bəli, indi əsas məqsəd budur. Biz maarifləmədən danışırıq, amma məncə elə əsas məqsədlərdən ən önəmlisi bəlkə bunu yaratmaqda budur. Bəli. Ona görə burada hədd lazım, insan həddində istifadə etməlidir. Məsələn, kitab oxumaqdır, namaz qılmaqdır. Mən bir dənə bir söz deyim, bəzən ola bilər ki, məsələn, belə bir şey düşünürəm ki, zənnimcə ola bilər. Bəzən qıldığımız namazın, ola bilər sosial şəbəkədə elə bir şey rast gəlim ki, onu mən namazda tapa bilmərəm. Elə bir həqiqətə rast gələ bilərəm ki, onu namazda tapa bilmərəm. Bayaq dedim, bir yaxşı maarifləndirici şəxsin sözünü dinləyirəm, tapa bilmədiyimi, məsələn, taparam. Halbuki gedib, məsələn, tutaq ki, namaz qılsaydım, artıq o şeyi eşitməyəcəkdim. Söz bu demək deyil, namaz qılma, namazın faydası yoxdur. Yox, demək istədiyim odur ki, yəni sosial şəbəkənin də faydası olur, faydası ola bilir. Məsələn, mən sosial şəbəkəni tərk edeyim, bütün gün deyim ki, mən namaz qılacam, bunun yerinə mən namaz qılacam, o cürdə deyil. Orada namaz qıl, Allah deyir, namaz qılmaq lazımdır, qılmalısan, namaz vacibdir. Amma da hər şey tərk edeyim, elə mən tərk dünya olum, yox. Bəzən axtardığın şey sosial şəbəkədə ola bilər. Lakin dediyim kimi, yenə həddində olmalıdır. Hər şey həddində olmalıdır. Həddi keçdisə, artıq bəhanə olacaq. Həddi keçdisə, artıq sənin, mənim həyatım məhv olacaq. Mən maraqlıdır. Hacı, Quranda buyurulur ki, onlar riyakarlıq edirlər. Mən də bu fikri belə deyim ki, namazda, müqəddəs yerlərdə, Kəbədə, Kərbalada şəkil çəkmək, paylaşmaq, selfie çəkmək. İnsanların ixlasını zahiri hərəkətləri ilə təyin etmək olmaz. Kimsə Kəbə evinə gedirsə, Allahın evini ziyarət edib, şəkil çəkirsə, məsələn, selfie şəkil çəkir, paylaşırsa, hətta kimsə namaz qılıb namazını paylaşırsa, 100% biz deyəmərik ki, bu, məsələn, riyakarlıq edir. Bu, ixlasdan namaz qılmır. Bunu mən deyəmərəm. Mən qətiyyən bunu 100% deyəmərəm. Bilmir məqsəd nədir, hədəf nədir, başqa məsələ ola bilər. Kimsə ziyarətgaha gedib şəkil çəkirsə, bəlkə də ola bilər ki, təşviq edir, bəlkə ola bilər ki, misal üçün, öz o sevincini paylaşır. O mənəvi bir sevinc olur. Olur da, məsələn, mənəvi bir sevincimizi paylaşmaq üçün bu işləri görürük. Bəlkə mənəvi bir sevincini paylaşır. İndi kimsə namaz qılırsa, namazını paylaşırsa, 100% mən deyəmərəm ki, bu riyakarlıq edir. Həqiqətən demək çətin məsələdir. Yəni, qəlbdən yalnız Allah agahdır. Bəlkə namaz qılır, misal üçün, nə bilim, kimsə namaza təşviq eləmək istəyir və yaxud da başqa bir hədəf var, bilmirəm. Yəni, bunu demək olmaz. 100% riyakarlıq edir, yox, bilmək olmaz, bilinmir. Hətta sədəqə vermək məsələsi var. Bir çox zaman nə deyirik? Deyirik ki, sədəqə versən, gizlin ver. Qardaş, bilmək olmur. Yəni, bunu gizlin vermədə sən, mən deyəmərək, bu riyakarlıq edir. Çox təhlükəli bir məsələdir mənə görə. Allah yanında təhlükəli məsələdir. Kimisə, sən gəlirsən, mən gəlirəm, ona dəyər veririk, onu bir çərçivəyə alırıq ki, burada riyakarlıq edir. Onu mən bilə bilmərəm. O əksi ola bilər, kimsə ola bilsin ki, misal üçün, Kəbə evini ziyarət eləyir, amma şəkil paylaşmır, lakin onun ziyarətində bir riyakarlıq var, ixlas yoxdur. Əksi olur, yəni tutmaq olmur, məsələni tutmaq olmur, çox çətin bir məsələdir. Amma qaldı ki, bu məsələyə ki,
riyakarlıq olsa da, olmasa da, ümumiyyətlə bu cür şəkillər paylaşmaq yaxşıdır, yoxsa yox. Mən şəxsi öz fikrimə görə deyirəm. Məsələn, mən düzün desəm çox şəkil çəkib paylaşmağa həvəsli bir adam deyiləm. Və mən belə düşünürəm ki, Allahın hansısa bir eviniz, Allahın məsələn bəndələrini, imamları ziyarət edirsənsə, Kəbə evini ziyarət edirsənsə, mən düşünürəm ki, söhbət yenə edirəm, ixlaslı olub olmamaqdan getmir. Bunu qoyuram kənara, bunu dedim. Mən düşünürəm ki, bunu gizlin eləsək daha yaxşı olur. Məsələn, mən xoşlamıram çəkim, paylaşım, çalışıram ki, gizlin. Olsa da, məsələn, çox az olar da paylaşım belə şəkilləri. Xoşlayıram ki, bunu gizlədim, gizlin qalsın. Bir növ, belə deyim də, ehtiyac duyulmadığı təqdirdə paylaşmıram. Və bəzi insanlar isə belədir ki, yenə deyirəm, təyin etmək olmur kim kimdir, amma bir növ belə insanlar da mövcuddur. Belə insanlar da var. Kimdir, necədir, hansı insandır, onu bilmirəm. Məsələn, mənim ətrafımda olan insanlardan kimdir, onu mən deyəmərəm. Amma belə bir insan həqiqətdə var. Necə insan? Bəzi insanlar isə boşluqlarını doldurmaq üçün görürsən ki, ziyarətdə məsələn şəkil çəkib paylaşırlar. Bəzi insanlara təbii ki. Nə boşluqları ziyarətin həqiqətini dərk eləməyib. Həqiqətini dərk etmədiyi üçün o şəkli paylaşıb, bir növ belə deyim, mən də ziyarətə gəldim. Ola bilsin riyakarlıq olmazsa, amma deyir, mən də ziyarətə, bir natamamlıq kompleksi sanki var. Mən də ziyarətə gəldim, yəni tamamlandım, mən də tamamlandım. İnsan belə də, təkcə ziyarətgahdan söhbət getmir. Bəzi adam, məsələn, yemək yeyir, bir qonaqlı olur, yemək yedi-yerdə şəklini çəkir, paylaşır. Bu da sanki bəzi insanlarda natamamlıq kompleksi var ki, yəni mən də dostlarımla oturub yemək yeyirəm. Yəni özünü bir natamam hiss eləyir ki, mən ziyarətə getməmişəm, mənim dostlarım deyəsən yoxdur. Bu tərəfdən özünü boş hiss eləyir. O boşluğu dolduranda özündə elə bir ki, boşluğu doldurur. Boşluğu dolduranda tez paylaşır ki, yəni o içindəki o boşluğa bir bəhanə gətirsin ki, mən doldurdum, bu boşluğu doldurdum. Yəni bu cür də olur. Həqiqətən bu cür belə insanlar var. O boşluğu doldurmaq üçün məsələn paylaşırlar. Təəssüf ki, bəzi insanlar da var ki, onları görürsən ki, ümumiyyətlə elə bir məsələn İmam Hüseynin ziyarətinə gedirlər. Baxırsan ki, sən ziyarətə gəlmirsən doğrudan. Adamın işi gücü ancaq şəkil çəkməkdir. Ziyarətə çox ciddi. Ziyarətə məsələn çox az gedir. İşi gücü ancaq şəkil çəkdirməkdir. Belə də insan var, olur. Bu insanlar kimdir? Bu tip insanlar. Həqiqətən var. Bu tip insanlar da o insanlardandır ki, ziyarətə bir imamın ziyarətinə gəlmişəm kimi yox, bir səyahətə gəlmişəm. Başqa ölkələrə səyahətə getmişəm. Bir dənə də gəlin bura deyim, görün burada nə var, nə yox. Və bu səyahətdə, mən bu səyahətdə öz belə deyim də düşüncəmi paylaşıram. Bu şəkilləri paylaşmaqla, yəni mən də bu səyahətdə oldum. Səyahət adı ilə sanki gedir ziyarət edir. Ziyarət bunun üçün ikinci bir plandır. Yəni müxtəlif insanlar var. Hər sinifdən olan insanlar var. Lakin dediyim kimi mən deyənmərəm, filan kəs bax bu cürdür, o bu cürdür. Bunu deyənmərəm. Zahirdə onu təyin etmək olmur. Dediyim kimi, zənnimcə ümumiyyətlə ziyarət olsun və yaxud da başqa bir şey olsun, bu Allahla mənim aramda sirr olaraq qalsa daha yaxşı olar. Məndə də. Paxıllıq da eləyən olar, hacı. Mən gedə bilmirəm, bu gedib. Hətta üzürsən, başqalarını üzürsən, narahat edirsən. İndi paxıllıq olması da kimsə narahat edirsən. Elə adam var ki, neçə dəfələrlə geyib. Bəli. Həmişə də paylaşır ki, mən yenə buradayam. Saxla sözündə də paylaşır. Bu yazıq məsələn gedə bilməyib də, ürəyin niyə onu narahat edirsən? Onu göndər. Qoy o çəksin. Əlacı. Allah buyurur ki, Rəbbinin yoluna hörmətlə dəvət et. Hikmətlə dəvət et. Hikmətlə, hörmətlə, bəli. Belə deyək, bir nəfər video çəkir və bunu sosial şəbəkədə paylaşır. Buna milyonlarla adam baxır. İndi bunu necə başa düşək? Bu bir minbər sayılırmı, yoxsa necə deyirlər, fitnə sayılırmı? Biz minbər dedikdə, hər biri, ümumiyyətlə təkcə ilahiyyatçı aid deyil, hər bir şəxsin bacardığı təqdirdə öz minbəri var. Yəni bu mənada minbəri var ki, mən əgər bugün dindaramsa, mənim əməlimin özü belə minbərdir. O da nəsə danışmıyor, amma əməlim minbərdir. Çox maraqlıdır. Minbərdə, yəni, minbər təkcə bu deyil ki, mən oturdum minbərdə,
söz deyirəm, danışıram. Əməl də bir sözdür. Əməl surətsiz bir sözdür, məna ötürürsən insanlara. Yəni burada minbər odur ki, mən əməlimlə insanlara dinin gözəlliyini çatdırıram. Bunun üstünə minbərdir. Bir var deyim ki, din gözəldir. Tamam, çox gözəl. Minbərdə bunu dedim. Bir də var ki, din gözəldir demirəm. Əməlimlə dinin gözəlliyini göstərirəm. Məsələn, kiməsə yaxşılıq etməklə. Bu əməlimlə bunu göstərdim. Hər insan öz həyatında minbərin yaşayır. Hər bir insan. Hər bir insanın minbəri var. İstər ruhani ol, ilahiyyatçı ol, fərq eləmir. Hər bir insanın minbəri var. Bəli, xüsusi o minbərdən söhbət, məscid minbərindən söhbət gedirsə, bəli, bu zaman düzdür. Hər bir insan nə gəldi danışmamalıdır, elmi olub danışmalıdır. Amma əməli minbər hamıya aiddir. Video çəkilib paylaşmağa gəldikdə, əgər faydalı, gözəl bir video paylaşırıqsa, milyonlarla insan onu izləyirsə, bu sosial şəbəkəni düzgün şəkildə istifadə etməkdir. Dinimizdə belə bir şey var da, nemətə şükür etmək, Allahın nemətinə şükür etmək. Deyirlər ki, Allahın nemətinə şükür etmək iki cür olur. Biri budur ki, deyirəm ki, elhamdülillah, şükran lillah, Allah həmd olsun, Allah şükür olsun, dillə deyirəm. Biri də budur ki, nemətə şükür etmək, Allahın verdiyi o neməti düzgün istiqamətdə istifadə etmək, şükür etməkdir. Düzgün istiqamətdə. Məsələn, misal üçün, sosial şəbəkə özü bir nemətdir. Bəli, özü bir nemətdir. Amma nə zaman nemət? Bu nemətə şükür etmək lazımdır. Əgər mən gedib sosial şəbəkədən günaha tərəf gedəcəmsə, günah üçün istifadə edəcəmsə o platformanı, bu nemətə şükür etmək olmayacaq. Amma o sosial şəbəkədən faydalı bir iş üçün istifadə edəcəmsə, bu Allahın nemətinə şükür etmək olacaq. Nemətinə şükür etmək olacaq. İndi başqa məsələn misal deyim. Əgər Allah misal üçün bu gün mənə hər hansı pul verib. Pul nemətdir, belə nemətdir. Necə şükür eləyim? Əgər o pulu aparıb kasıblara kömək eləyəcəmsə, fəqirlərə kömək eləyəcəmsə, bu nemətə şükür etməkdir. Amma gedib ondan haram iş görəcəmsə, bu nemətə naşükürlük etməkdir. Bəli. Ona görə əgər sosial şəbəkədən mən faydalı video çəkib paylaşıramsa, milyonlarla insanlar izləyirsə, təbii ki, ixlasla söhbət burada ixlas. İxlas varsa, bu elə neməti düzgün istifadə etməkdir, nemətə şükür etməkdir. Çox əladır bu. Belə bu lazımdır. Sosial şəbəkə bunun üçündür. Yox, gedib haram şeylər üçün istifadə edəcəmsə, heyf, Allahın o nemətini zayi etdik biz. Nemətinə qarşı naşükürlük etdik. Onda fitnə fəsad olacaq. Onda sosial şəbəkə fitnə fəsad olacaq. Onda mən gedib məsələn insanların orada qeybətini etsəm, insanları məsələn acılasam, bəli, onda artıq mən fitnə fəsad törədirəm. Mən gedib orada insanların bir-birinin arasını vursam, bir-birini məsələn xəbərçilik etsəm, onun xəbərini buna gətirib çatdırsam, bir-birinin arasını vursam, bəli, onda bu fitnə fəsad olacaq. Və yaxud da mən gedib ora, misal üçün, sosial şəbəkədə yalançı bir xəbəri yayıb cəmaatı təşvişə salsam, əlbəttə ki, bu olacaq nə? Fitnə fəsad yeri. Bəli. Amma yox, yaxşı şey üçün istifadə edəcəmsə, məsələn, orada dinin gözəlliyini çatdıracam, elmi və yaxud da maarifçiliyə aid olan bir şey çatdıracamsa, misal üçün. Ancaq bir şey də qeyd edeyim ki, yəni dövlət tərəfindən də artıq qanun çıxıb ki, sosial şəbəkələr pis rəftar edənlər, pis videolar qoyanlar hamısı cəzalandırılır. Amma daha da sərt cəzalar olsa məncə düzələr. Beləcə, çox sağ ol. İnanıram ki, izləyicilərimizə də maraqlı oldu. Çox aktual mövzudan söhbət elədik. Sizə təşəkkür edirik. Mən təşəkkür edirəm dəvət etdiyiniz üçün. Allah sizləri müvəffəq eləsin. Təşəkkür. Belə əziz izləyicilər, bir verilişin sonuna gəlib çatdıq. Biz bugün sosial şəbəkələrdə insanların belə deyək, hansı yolda olmaları, onların düzgün qərar vermələri, nəyi düz, nəyi səhv etmələri haqqında istədik biraz müzakirə aparaq. İnanırıq ki, bu nəticələrə gəlib çatdıq. Siz də bir nəticə çıxararsınız yəqin ki, bizim verilişimizdən, mövzumuzdan. Əgər belədirsə, əlbəttə ki, YouTube səhifəsi üzərindən verilişlərimizi bəyənin, paylaşın, bizə dəstək olun. Mövzula bağlı verilişimizə ilahiyyatçı Hacı Elbrus Kərimovu dəvət etmişdik. Sizinlə mən Pərvin Rəhimli idim. Növbəti həftədə görüşmək ümidi ilə sizdən ayrılırıq. Allah'a əmanada, sağ olun.